Hörmətli izləyicilər, biz hal-hazırda Modern Hospitalındayıq. Zəfər günü münasibəti ilə Modern Hospitalında qanvermə aksiyası keçirilir və vətəndaşlar da bu aksiyaya könüllü olaraq qoşulurlar. Bugün biz 8 noyabr Zəfər günü münasibəti ilə qanvermə aksiyası keçiririk, könüllü qanvermə aksiyası. Qanvermə aksiyasının keçirmə məqsədi həm insanlara dəstək olmaqdır, həm insanlar bu faydalı işə cəlb eləməkdir, həm də klinik olaraq hər zaman belə faydalı işlərdə insanlarımızın, vətəndaşlarımızın yanında olduğumuzu göstərməkdir. Eyni zamanda Zəfər günü münasibəti ilə də bütün xalqımızı təbrik edirik. Bu işdə, bu zəfərdə əməyi keçən hər kəsin qarşısında, qazilərimizin qarşısında baş əyirik, şəhidlərimizin qarşısında, şəhid ailələr qarşısında baş əyirik. Ölkə rəhbərimiz İlham Əliyevə, Ali Baş Komandamız İlham Əliyevə bu işdə verdiyi töhfədən dolayı dərin təşəkkürümüzü bildiririk bir daha. Və hər kəsi mümkün qədər bundan sonra da təşkil edəcəyimiz bu tipli aksiyalarda iştirak eləməyə, xalqımıza dəstək olmağa çağırırıq. Təşəkkürlər, siz də təşəkkür edirik ki, bu məsələləri işıqlandırırsınız, ictimailəşdirirsiniz. İlk növbədə donor həkim müayinəsindən keçir. Əgər sağlamlıq dəyərləri, hemodinamik göstəricilər, hemoqlobinin səviyyəsi uyğundursa, bu aksiyada donor iştirak edə bilər. Yəni donor kimi iştirak edə bilər. Və hər bir kəsə bu humanist addımı atmağı tövsiyə edərdim. İzləyicilər, hal-hazırda gördüyümüz otaqda həkim müayinəsindən vətəndaşlar keçir. Əgər yararlıdırsa, hemoqlobini, təzyiqi normaldırsa, qan köçürmə aksiyasına qoşulur. Hal-hazırda Modern Hospitalın işçiləri də bu aksiyaya qoşulublar. Salam xanım. Salam. Siz də bu aksiyaya qoşulmusunuz, nə deyə bilərsiniz? İnşallah ki, qoşularıq. Həmişə hazırıq. Hər iləni qoşulursunuz bu aksiyaya? Bacardığımız qədər bəli. Çox sağ olun. Bütün həkimlər, Modern Hospitalın həkimləri, eyni zamanda tibbi personal qanvermə aksiyasına hazırdır. Zəfər bayramı münasibətilə keçirilən bu qanvermə aksiyasının çox insanlara yardım edəcəyini düşünürəm və bu çox gözəl bir təşəbbüsdür. Bunun üçün klinika rəhbərinə, eləcə də sizə təşəkkür edirəm. Belə bir layihəni hazırladığınıza görə minnətdaram. Göstəriciləriniz, hemoqlobiniz aşağıdadır. Təşəkkür edirik. Dəstəyinizə görə çox sağ olun. Qan köçürmə aksiyasına qoşulan vətəndaşlara da qanun alandan sonra çay, şokolad verirlər. Sağ olsunlar, çox sağ olsunlar. Xırda bir nüanslara da toxunurlar. Bu aksiyanın təşkilində Qan Bankına və Modern Hospitala Tariyel müəllimə təşəkkür edirəm və ümid edirəm ki, bu aksiya bir çox insanın həyatını xilas edəcək.
aksiya Modern Hospitalın təşkil etdiyi ilk aksiyalardan biri deyil. Bu yönümdə uzun illər ərzində Modern Hospital bir çox sosial aksiyalarda sırf təşkilatçı mövqeyindən çıxış edibdir və bunun təbliği ilə də uzun zamanlar məşğul olmuşuq. Bu aksiyanın əsas məqsədlərindən biri ölkəmizin, xalqımızın, dövlətimizin qazandığı şanlı tarix səhifələrindən biri olan Zəfər Günü münasibətindən təşkil olunmuş humanitar tədbirlərdən biridir, humanist aksiyalardan biridir. Əsas məqsədimizin biri humanist tədbirlərin təşviq olunması, cəmiyyətimizin bu sahəyə diqqətinin artırılması, hər bir vətəndaşın ölkəmizin, dövlətimizin, xalqımızın daha da effektiv, güclü bir dövlətə keçməsindən ötürü, güclü bir dövlətə çevrilməsindən ötürü atılacaq kiçik bir addımlardır ki, bu addımlar yığışaraq daha böyük bir nəticələrə səbəb ola bilir. Əlbəttə ki, Zəfər Günü bizim xalqımızın və dövlətimizin ən önəmli günlərindən biridir, ən önəmli şanlı tarixi qələbələrindən biridir və bu tarixi qələbələrin bizə nəsib olmasında, bizə yaşadılmasında Ali Baş Komandanımızın xüsusi diqqəti var. İstər diplomatik beynəlxalq arenada, istər birbaşa döyüşlərdə şəxsi nəzarət sahəsində və eyni zamanda qazilərimizin və xüsusilə tibbi əməkdaşların da burada böyük rolu var, həkimlərimizin də böyük rolu oldu. Əlbəttə ki, qazilərimizin və ordumuzun danılmaz bir mövqeyi var, danılmaz bir gücü var və əlbəttə şəhidlərimizin qarşısında biz baş əyirik. Çünki bu zəfərin əlbəttə bu zəfərin bizə yaşadılmasında xüsusi önəm olan insanlardan biri idi və biz də tibb kollektiv olaraq düşünürük ki, hər bir damla qan, hər hansı bir insan üçün və qana ehtiyacı olan bir insan üçün bir yaşam tərzidir, bir yaşam meyarıdır və ona görə də bu aksiyanı həyata keçirdik. Əksində planımız 100 nəfərə qədər olan bir tibbi əməkdaşlarımız çərçivəsində idi. Aksiyamızın təşkil olunmasında birbaşa Modern Hospital kollektivinin könüllülük prinsipləri üzərində özünün təbliğatı olmasına əlavə olaraq Nizami rayon İcra Hakimiyyətinin rəhbərliyi, Nizami rayon Qızıl Aypara Cəmiyyətinin də xüsusi olaraq diqqəti, qayğısı və təşəbbüsü ilə həyata keçirilir. Gördüyünüz kimi az öncə də gördünüz ki, hələ də qanvermə aksiyası davam edilir. Planda nəzərdə tutulduğumuzdan daha çox insan qoşulubdur bizim bu könüllü aksiyamıza. Qan bankının əməkdaşlarının bu layihəyə xüsusi səy göstərməsi, əmək göstərməsi, onların rəhbərliyinin də bizə diqqəti və qayğısı nəticəsində bu aksiya baş tutdu. Onlar dedi ki, sizdə adamların sayı çoxdur, biz hətta gəlib Modern Hospitalda da bunu tətbiq edə bilərik, bu qan alma aksiyasını, qan vermə aksiyasını. Biz üçün çox önəmli nüanslardan biridir və özünüz də gördünüz, şahid olduğunuz ki, hər şey könüllü olaraq, böyük zövqlə, sanki böyük bir qürur hissi ilə, istəyərəkdən bəli bu prosesə qoşulur və mən bu fürsətdən də istifadə edib bütün könüllülərimizə, Modern Hospital kollektivinə də xüsusi təşəkkürümü bildirirəm ki, bizim bu aksiyanı dəstəklədilər və öz könüllülük prinsipləri əsasında da bu aksiyaya qoşuldular və ümid edirəm ki, gələcəkdə sosial istiqamətdə, humanist addımların təşviqi istiqamətində ictimaiyyətdə bu aksiyalarımız davam edəcək. Bugün ölkəmizin hər bir yerində tarixi qələbəmizin xoş təəssüratlarını yaşayan, xalqımız kimliyindən, vəzifəsindən və tutduğu mövqedən asılı olmayaraq, hər bir şəxs öz sahəsində vətənə töhfəsini vermək istəyir. Elə bu mövqedən də çıxış edən Modern Hospitalın rəhbərliyi talasemiya xəstəliyindən əziyyət çəkən insanlara humanistlik məqsədi ilə yardım edərək, insanlarda vətəninə, dövlətinə, xalqına məhəbbət yaratmaqla yaşamaq həvəsini də bəxş edir.